Deməli dostlar, burada yine dediğim kimi 2 adet akkumulyatordur. 12 volt 16 amper. Kulça teldi, yani bildiğimiz inverter aparatıdır. Onun kulça telidi işe qoşucu açardı. Bu ümumi xəttə qoşulan rozetka hissəsidir, yəni vilka rozetka. Deməli gördüyünüz kimi qoşduq. Hal-hazırda power işığı yanandan sonra yuxarı baxırıq, görürük işıq yanır. Bundan ışığın kulça teline söndürürük, yandırırıq. Yəni məlumdur, bu 25 watt olmalıdır, səhv eləmirəmsə. Lampoçka tam dəqiq yadında deyil. Ancaq bu da yandı gördüyünüz kimi. Yəni kulça telindən qoşduq. Bunda belədir ki, yəni ümumi xəttdən ayrıcı bir rubinlik var. Yəni burada əsas şəbəkə var. Bir də mənim alternativ şəbəkəm budur. Əsas şəbəkə yuxarıdır. Yəni qənaət eləmək üçün aşağı endirirəm. Sayğacda olan kartın o hesabına qənaət eləmək üçün aşağı hissəyə endirirəm və burada elektrik cərəyanı yanır. Hal-hazırda gördüyünüz kimi istifadə olunur. Bu sərfiyyat deməkdir. Çox gözəl bir işdir həqiqətən. Öz işim olduğu üçün demirəm. Çünki belə deyim, Allahın verdiyi nemətlərdən ağılla istifadə eləyə bilsək, belə deyim də, ömrümüzün sonuna kimi faydalanmış olarıq. Diqqətiniz və necə deyim, bəyənmələriniz üçün hər birinizə təşəkkür edirəm və minnətdaram. İnşallah qismət olarsa növbəti gələn videolarımda sizinlə görüşəcəm, sizin qarşınızda olacağım. Sağ olun, özünüzə yaxşı baxın, hələlik.